21 yanvar bürcləri nə gözləyir? Qoç, bugün enerjiniz yüksəlir. Yeni qərarlar vermək və yarımçıq qalan işləri tamamlamaq üçün əlverişli gündür. Tələsmədən hərəkət etsəniz, nəticə sizi sevindirə bilər. Buğa, maddi məsələlər ön planda ola bilər. Xərclərə diqqət yetirmək və gələcək planlar qurmaq üçün uyğun gündür. Sakitlik sizə üstünlük verəcək. Əkizlər, ünsiyyət və xəbərlər günü ola bilər. Gözləmədiyiniz bir mesaj və ya zəng əhvalınızı dəyişə bilər. Fikirlərinizi açıq deməkdən çəkinməyin. Xərçəng, daxili hissləriniz güclənir. Emosional qərarlar verməzdən əvvəl biraz düşünmək faydalı olar. Ailə və yaxınlar dəstək ola bilər. Şir, diqqət mərkəzində ola bilərsiniz. Özünüzü ifadə etmək və ideyalarınızı paylaşmaq üçün gözəl gündür. Ancaq egonu nəzarətdə saxlamaq vacibdir. Qız, planlama və nizam-intizam önə çıxır. İş və gündəlik məsələlərdə uğur əldə edə bilərsiniz. Sağlamlığınıza da diqqət ayırın. Tərəzi, romantik və yaradıcı enerjilər aktivdir. Sevdiyiniz işlə məşğul olmaq və ruhunuzu dincəltmək üçün uyğun gündür. Əqrəb, ev və şəxsi həyatla bağlı mövzular gündəmə gələ bilər. Keçmişlə bağlı düşüncələr arta bilər, amma bu sizə dərs verəcək. Oxatan, hərəkətli və aktiv gün sizi gözləyir. Qısa səfərlər, görüşlər və yeni ideyalar ön plana çıxa bilər. Oğlaq, maddi və işlə bağlı məsələlərdə diqqətli olun. Səbirli yanaşma sizə uzunmüddətli qazanc gətirə bilər. Dolça, bugün özünüzü daha fərqli və özgüvənli hiss edə bilərsiniz. Yeni başlanğıclar üçün əlverişli gündür. Balıq, daxili səsinizə qulaq asın. Dincəlmək, meditasiya və sakitlik sizə yaxşı təsir edəcək.